Zirə klubu 21 yaşlı hücumçu Eren Aydınla müqavilə imzalayıb. Vəssalam. Amma bir anlıq dayanıb detallara baxanda bu xəbər əslində bir tapmacaya bənzəyir. Maraqlıdır. Gənc, amma artıq xeyli klub dəyişmiş bir türk oyunçu Ukraynadan Azərbaycana gəlir və cəmi bir neçə aylıq müqavilə imzalayır. Yəni, bu addımların heç biri bir-biri ilə tam uyğun gəlmir sanki. Elədir. Bəs bu tapmacanın cavabı nədir? Gəl bu qısa elanın pərdə arxasına keçək və bu transferin əslində nə demək olduğunu anlamaq üçün ipuçlarını birləşdirək. Çox maraqlı yanaşmadır. Çünki həqiqətən də bu bir dedektiv hekayəsinə bənzəyir. Əlimizdə bir neçə fakt var. Bəli. Və bizim işimiz bu faktları birləşdirərək böyük mənzərəni, yəni həm klubun, həm də oyunçunun əsl motivasiyasını anlamaqdır. Düzdür. Bəzən ən maraqlı hekayələr ən qalın kitablarda yox, məhz belə qısa, diqqətdən yayınan xəbərlərin sətri aralarında gizlənir. Bu transferdə onlardan biridir. Bizim işimiz bu sətirlərin arasını oxumaqdır. Elə isə gəl ilk ipucundan, ilk pəncərədən baxaq. Xəbərdə vurğulanan ilk detal onun Qalatasarayın getirməsi olmasıdır. Bu ifadə adətən bir keyfiyyət nişanı kimi səslənir. Həmişə elə olub. Yəni, o, Türkiyənin ən böyük, ən adlı sanlı futbol məktəblərindən birindən çıxıb. Amma gəl biraz tənqidi yanaşaq. Bugünün futbolunda Qalatasaray yetirməsi olmaq hələ də o köhnə zəmanət mənasını verir, yoxsa bu daha çox... Böyük bir yükdür. Bəli, daha çox gənc yaşda üzərinə qoyulan, amma çox vaxt doğruldulmayan, böyük bir gözləntinin yüküdür. Bax, bu məsələnin ürəyidir. Əlbəttə ki, bu çox böyük bir artıdır. Qalatasaray Akademiyası kimi bir yerdən çıxmaq o deməkdir ki, sən 10-11 yaşından etibarən elit səviyyədə təlim görmüsən. Düzdür. Sənə təkcə texnika, taktika yox, həm də böyük klubun mədəniyyəti, təzyiq altında oynamaq vərdişi aşılanıb. Bu, sənin CV-ndəki ən parlaq sətirdir. Şübhəsiz. Lakin bunun bir də qaranlıq tərəfi var. Bu cür akademiyalardan hər il onlarla istedadlı gənc məzun olur. Amma onlardan yalnız bir-ikisi, bəlkə də heç biri əsas komandaya düşə bilmir. Rəqabət o qədər amansızdır ki. İnanılmazdır. Bəli, ən yaxşılar belə ulduzlarla dolu heyətdə özlərinə yer tapa bilmirlər. Deməli, bu Qalatasaray etiketi həm bir qapı açır, həm də bir növ qızıl qəfəs yaradır. Klublar səni bu etiketə görə istəyir, amma eyni zamanda səndən dərhal bir Hakan Şükür, bir Arda Turan olmağını gözləyirlər. Gözlənti çox böyük olur. Və bu gözlənti reallaşmayanda məyusluq yaranır. Eren Aydın'ın 21 yaşı var. Bu artıq gənc və perspektivli statusundan... İndi özünü göstərməlisən, yoxsa gec olacaq statusuna keçid yaşıdır. Tamamilə. Tamamilə. 21 yaş futbolda çox kritik bir nöqtədir. Sən artıq yeniyetmə deyilsən, amma hələ tam formalaşmış, təcrübəli oyunçu da sayılmırsan. Həlledici məqamdır. Məni. Bu yaşda bir oyunçunun ehtiyacı olan tək şey var. Meydanda olmaq. Daimi olaraq, həftədən həftəyə oynamaq. Məşqlər səni müəyyən bir səviyyədə saxlayır, amma səni inkişaf etdirən şey oyunun özü, real rəqabətin təzyiqidir. Oyun praktikası. Dəqiq. Qol vurmağın sevinci və ya səhv etməyin məsuliyyəti. Qalatasarayda ehtiyatda qalmaqla bu təcrübəni qazana bilməzdi. Ona görə də onun karyerasının növbəti mərhələsi tamamilə məntiqlidir. Amma bir o qədər də qarışıqdır. Bəli, bax, elə bura gəlmək istəyirdim. Tapmacamızın ikinci və bəlkə də ən dolaşıq hissəsi onun karyera yoludur. Qalatasaray kimi bir zirvədən sonra onun yolu birbaşa başqa bir yüksək səviyyəli kluba getməyib. Yox. Əksinə, o, Türkiyə futbolunun, necə deyərlər, səngərlərinə enib. Siyahıya baxaq. Nida Anadolu, Sarıyer, Çorum, Boluspor. Bu adlar bizə nə deyir? Çox şey deyir əslində. Bu sadəcə təcrübə toplamaq üçün göndərilən standart bir icarə hekayəsidir, yoxsa karyerasında bir enişin, bir durğunluğun göstəricisidir? Bu hər ikisidir və məhz buna görə də maraqlıdır. Bir tərəfdən bu klassik biçmə prosesidir. Böyük klublar öz gənc oyunçularını məhz belə aşağı liqalara göndərirlər ki, möhkəmlənsinlər. Bəli, onlar böyüklərin futbolunun sərt reallıqları ilə üzləşsinlər. Türkiyənin TFF 1-ci və 2-ci liqaları, yəni texniki futboldan daha çox mübarizəyə, fiziki gücə əsaslanan liqalardır. Orada sənə akademiya istixanəsindəki kimi zərif davranmırlar.
Hə, orada başqadır. Hər top uğrunda mübarizə aparmağı, təpik yeməyi və ayaqda qalmağı öyrənirsən. Bu xarakteri möhkəmləndirir. Yəni bu onun üçün bir növ həyat məktəbi olub. Amma bu qədər çox klub dəyişmək, 4 fərqli klub, bir oyunçunun heç bir yerdə tam olaraq özünü tapa bilmədiyini də göstərmirmi? Bu bir növ qeyri-sabitlik siqnalı deyil. Əlbəttə, bu da var. Bu, onun düz bir xətt üzrə inkişaf etmədiyini göstərir. Bəlkə Niğdədə gözləntiləri doğrultmadı, Sarı yerdə məşqçi ilə ulduzu barışmadı, Çorumda oyun üslubu ona uyğun gəlmədi. Ola bilər. Hər bir transfer yeni bir ümid, yeni bir başlanğıcdır. Amma hər uğursuzluq da özünə inamı biraz daha sarsıdır. Lakin bu təcrübələrin ona qazandırdığı bir şey var. Uyğunlaşma qabiliyyəti. Adaptasiya. Dəqiq. O, artıq fərqli şəhərlərə, fərqli komanda yoldaşlarına, fərqli məşqçilərə və oyun sistemlərinə öyrəşməyi bacaran biridir. Və bu bacarıq onun karyerasının növbəti, ən qəribə addımını atmasına səbəb olur. Və o addım Ukraynanın Veres klubudur. Bir dəqiqə, gözlə. Türkiyənin aşağı liqalarında bir neçə klub gəzdikdən sonra bir oyunçu niyə birdən-birə Ukrayna Premyer Liqasına getsin? Heç məntiqli gəlmir, elə deyil. Heç bir standart karyera yoluna sığmır. Adətən oyuncular ya Türkiyədə qalmağa çalışır, ya da Belçika, Hollandiya kimi liqalara üst tuturlar. Ukrayna bu çox qeyri-adi bir seçimdir. Bunun arxasında nə dayana bilər? Bu bir agent oyunudur, yoxsa oyunçunun özünün cəsarətli bir qərarıdır? Məncə, bu bizim tapmacanın açar nöqtəsidir. Bu, onun haqqında bildiyimiz hər şeyi yeni bir kontekstə qoyur. Bu addım bizə bir neçə şey deyir. Birincisi, bu onun ambisiyasını və komfort zonasından çıxmaqdan qorxmadığını göstərir. Riskə getməyə bacarır. Bəli, bir çox gənc türk oyunçu üçün ölkə xaricinə çıxmaq, xüsusən də tamamilə fərqli bir mədəniyyətə və futbol mühitinə malik olan Ukrayna kimi bir yerə getmək qorxuducu olardı. Bu, onun sadəcə Türkiyədə karyera qurmaqla kifayətlənmədiyini, Beynəlxalq səviyyədə özünü sınamaq istədiyini göstərir. dəqiq olaraq, bu bir riskdir, amma böyük bir riskdir. Bəs bu risk özünü doğruldumu? Yəni, onun Ukrayna karyerası uğurlu alınıbmı? Yoxsa bu da digərləri kimi qısa bir macera olub? Statistikaya baxsaq, çox da parlaq olmadığını görərik, çox az oyun keçirib və qol vurmayıb, lakin burada vacib olan təkcə statistika deyil. Təcrübənin özü. Bəli. O, fərqli bir oyun sürəti, fərqli taktiki yanaşmalar, fərqli məşq metodları ilə tanış olub. Bu, onun bir futbolçu kimi dünya görüşünü genişləndirdi. Bəlkə də meydanda uğurlu olmadı, amma bu təcrübə onu daha yetkin bir insana və daha çevik düşüncəli bir oyunçuya çevirdi. Anladım. Bu, onun CV-sinə beynəlxalq təcrübə kimi bir sətir əlavə etdi və bu, Zirə kimi bir klub üçün cəlbedici bir amil ola bilər. O, artıq sadəcə Galatasaray yetirməsi deyil, həm də Avropa futbolunun havasını udmuş biridir. Deməli, artıq əlimizdəki portret daha da aydınlaşır. Yaxşı bir təməli olan Galatasaray, sərt məktəb keçmiş, aşağı liqalar, cəsarətli və risk etməkdən çəkinməyən Ukrayna, 21 yaşında və özünü sübut etməyə ac olan bir hücumçu. Düzdür. İndi gələk hekayənin sonuna, yəni bütün bu ipuclarını bir-birinə bağlayan sonuncu detal. Müqavilə. Zirə ilə müqavilə cəmi 6 aylıqdır, yəni mövsümün sonuna qədər. Bu qədər potensialı və maraqlı keçmişi olan bir oyunçuyla niyə klub daha uzun müddətli bir müqavilə bağlamır? Bu qısa müddət hər iki tərəf üçün nə deməkdir? Bax, bu qısa müddətli müqavilə əslində təsadüfi bir detal deyil. Bu, bütün əvvəlki hissələri bir-birinə bağlayan şuurlu bir strategiyadır. Bu, müasir futbolda, xüsusən də orta büdcəli klublar arasında getdikcə populyarlaşan bir modeldir. Yəni yeni bir trend kimidir. Tam olaraq. Gəl bunu aşağı riskli, yüksək mükafatlı sınaq adlandıraq. Hər iki tərəf bir-birini sınayır, amma heç bir böyük bir öhdəliyin altına girmir. Gəl klubun tərəfindən baxaq. Zirə üçün bu nə dərəcədə ağıllı bir addımdır? Yəni, əgər oyunçu partlasa, mövsümün sonunda onu əldən qaçırmaq riski var. Niyə onu dərhal 2-3 illik müqavilə ilə bağlamırlar? Çox yaxşı sualdır. Bu bir növ klubun da ona tam inanmadığını, biraz tərəddüd etdiyini göstərirmi? Bəlkə də bu sadəcə mövsümün ortasında tapılan bir yara bandıdır. Bu, çox yaxşı bir sualdır və məsələnin digər tərəfini göstərir. Bəli, bu həm də klubun özünü sığortalama üsuludur.
Gəl, reallıqla üzləşək. Eren Aydının CV-si nə qədər maraqlı olsa da, həm də qeyri-sabitdir. Həqiqətən də. O, heç bir klubda uzun müddət qalıb sabit performans göstərə bilməyib. Zira onun potensialını görür, amma eyni zamanda riskləri də qiymətləndirir. Ona görə də uzun müddətli müqavilə və yüksək maaşla özlərinin maliyyə riskinə atmaq istəmirlər. Məntiqlidir. Bunun əvəzinə deyirlər, gəl, 6 ay bizimlə ol. Biz sənə özünü göstərmək üçün ideal bir platforma veririk, sən də bizə hücum xəttindəki problemi həll etməkdə kömək et. Qazan-qazan vəziyyəti. Bəli. Əgər hər şey yaxşı alınsa, mövsümün sonunda oturub gələcəyi danışarıq. Bu, postpandemiya dövrü futbol iqtisadiyyatının bir reallığıdır. Klublar artıq bahalı səhvlər etməkdən qorxurlar. Bu, pullu, yüksək səviyyəli bir sınaq müddətidir. Klubun mövqeyi aydındır, çox praqmatik və maliyyə baxımından təhlükəsiz bir yanaşmadır. Bəs Eren Aydın, bir oyunçu üçün karyerasının bu qədər həssas bir dönəmində 6 aylıq müqavilə psixoloji olaraq çox böyük bir təzyiq deyilmi? Təzyiqdir, əlbəttə. Hər oyun, hər hərəkət bir imtahan kimidir. Niyə o, daha sabit, daha uzun müddətli bir təklif axtarmaq əvəzinə belə bir qumara razı olur? Onun üçün bu vəziyyətin üstünlüyü nədədir? Onun üçün bu müqavilə bir qumar deyil, bir vitrindir. O, bu vəziyyətə fərqli gözlə baxır. O, karyerasını yenidən canlandırmaq üçün bir tramplin axtarır. Zira ona bu tramplini təklif edir. Bir şans. Tamamilə. O, bura gələrək böyük ehtimalla komandanın əsas hücumçusu olacaq. Yəni, Qalatasarayda və ya Bolusporda əldə edə bilmədiyi şeyi, daimi oyun təcrübəsini qazanacaq. Ən vacib olanı. Bəli, bu, qollar vurmaq, özünə inamını bərpa etmək və adını yenidən transfer bazarına salmaq üçün qızıl bir fürsətdir. Təsəvvür et, o yarım mövsümə 15 oyun keçirir və 8-9 qol vurur. Bu çox şey dəyişir. Bu statistika dərhal onun dəyərini artıracaq və yayda onun üçün daha böyük qapılar aça bilər. Bəlkə də onun əsl məqsədi zirədə uzun müddət qalmaq deyil, məhz zirəmi bir vitrin kimi istifadə edərək yenidən Türkiyə Super Liqası səviyyəsinə və ya başqa bir Avropa Liqasına qayıtmaq. Dəqiq. Bu, hər iki tərəfin qazandığı bir gəl özünü göstər sövdələşməsidir. Deməli, tapmacanın bütün hissələri artıq yerinə oturdu. Söhbətə sadə bir xəbərlə başlamışdıq, amma indi əlimizdə tam bir strategiya var. Bu təsadüfi bir transfer deyil. Heç də deyil. Bu, həm klubun maliyyə reallıqlarına, həm də oyunçunun karyera ambisiyalarına mükəmməl uyğun gələn hər detalının düşünüldüyü bir plandır. Galatasaray keçmişi, onun potensialını, Türkiyənin aşağı liqaları və Ukrayna təcrübəsi onun dözümlülüyünü və cəsarətini, qısa müddətli müqavilə isə hər iki tərəfin indiki məqsədini ortaya qoyur. Tamamilə. Əsas nəticə budur ki, futbolda heç nə göründüyü qədər sadə deyil. Bir transfer xəbərini oxuyarkən təkcə kim hara getdi sualına yox, həm də niyə sualına cavab axtarmaq lazımdır. Düzdür. Niyə indi, niyə bu şərtlərlə suallarına cavab axtarsan, pərdə arxasındakı bütün strategiyanı görə bilərsən. Oyunçunun yaşı, keçmişi, müqaviləsinin müddəti, bunlar sadəcə faktlar toplusu deyil. Bunlar bir hekayənin, bir planın və gələcəyə dair gözləntilərin kodlarıdır. Bu transfer, müasir futbolun necə işlədiyinə dair kiçik, amma çox əhatəli bir dərs kimidir. Və sənin üçün üzərində düşünməli bir son fikir buraxırıq. Mövsümün qalan hissəsini izləyərkən bu haqda düşün. Bu 6 aylıq vitrində Eren Aydın üçün uğurun əsl tərifi nə olacaq? Çox maraqlı sualdır. Məsələn, o zirənin heyətində 10 qol vursa, amma komanda mövsümü 5-ci yerdə bitirsə, bu onun üçün uğurdur, yoxsa uğursuzluq? Bəlkə də onun üçün əsl məqsəd komandanın nəticəsi deyil, sırf fərdi statistikasıdır. Yoxsa əsl uğur, mövsümün sonunda zirənin ona yeni, uzun müddətli müqavilə təklif etməsi deyil, tam əksinə, Türkiyədən və ya Avropadan daha yaxşı bir təklif alaraq getməsidir. Onun üçün bu 6 ay bir mənzildir, yoxsa sadəcə bir otel otağı?